Esselamu aleykum və rəhmətullah və bərəkatuh. Mən Allahı və Rəsulunu sevirəm deməklə iş bitirmi? Bu sevginin hal və davranışlarımıza, Allah yolundakı cəhdlərimizə, ibadət və əxlaqımıza, xüsusilə evimizə, işimizə, övladlarımızı tərbiyə etməyimizə, xülasə həyatımızın hər mərhələsinə əks etməsi lazımdır. Dilimizlə mən Allahı və Rəsulunu sevirəm deyərkən övladımızı Quran təhsilindən məhrum buraxırıqsa, sünnə istiqamətində mənəvi bir tərbiyədən keçirmiriksə, işimizdə və ticarətimizdə halal-haram həssaslığı göstərmiriksə, faizə, süni qiymət artımına, haqsız qazanca meyl ediriksə, qul haqqına giririksə, bütün bunlar bizim Allah və Rəsuluna olan məhəbbətdəki səmimiyyətimizi şübhəli vəziyyətə salır. Örnək götürməyimiz zəruri olan səhabə-i kiram sözdə deyil, özdə səhabə oldular. İmanlarını eşqlə yaşayıb, yaşatmaqla sübut etdilər. Bu yolda heç bir fədakarlıqdan çəkinmədilər. Yetər ki, Allah və Rəsulu bizi sevsin, bizdən razı olsun dedilər. Uca Allah Quran-ı Kərimdə mühacir və ənsarı bizə nümunəvi nəsil olaraq təqdim edir. Onlara gözəl şəkildə tabi olan ehsan sahiblərindən olmağımızı təlqin edir. O halda sahabə-i kiramın halı ilə öz halımızı bir müqayisə edək. Sahabə-i kiram Allah və Rəsuluna məhəbbətini səmimi fədakarlıqla sübut etdi. Uhud müharibəsinin ardından Həmraül Əsəd mövqeyinə qədər düşməni təqib əmri verildi. Səfərdən məsul tutulmayacaq qədər yaralı bir səhabə, ağır yaralı səhabəni belində daşımaqla Allah Rəsulunun əmrini yerinə yetirməkdən geri qalmayım dedi. Yeriyə bilməyəcək qədər xəstə bir səhabə 2 nəfərin qollarında məscidə gedib cəmaatla namazdan məhrum qalmamağa çalışdı. Allah Rəsulunun təbliğ məktublarını, boyunlarını vurmağa hazır cəllatların qarşısında krallara oxumaqdan çəkinmədilər. Onlar bu dərəcədə din və iman yolunda fədakarlıq göstərərkən, biz səbəbsiz olaraq məsciddən, cəmaatdan, Allah yolundakı səy və fədakarlıqlardan uzaq dururuqsa, Allah və Rəsulu haqqında dediyimiz canım qurban olsun sənin yoluna kimi sevgi iddialarının nə əhəmiyyəti qalır? Unutmayaq ki, məhəbbətin ölçüsü fədakarlıqdır. Allah Rəsulunu həqiqətən seviriksə, qiyamət günü onun ətrafında olmaq istəyiriksə, bu gün onun yolunda fədakarlıq göstərərək sevgimizi sübut etməliyik. Yenə insan sevdiyi ilə bərabərdir. Hədis-i şərifinin ehtiva etdiyi mənaya nail olmaq istəyiriksə, Rəsulullahın sallallahu aleyhi və səlləm və sahabə-i kiram ilə nə qədər əməli, əqli və hissi bərabərlik içində olduğumuza çox diqqət etməliyik. Çünki sevən sevdiyinin halı ilə həmhal olar, əxlaqı ilə əxlaqlanar. Həsən Bəsri radiyallahu anh buyurur ki, ey insanlar, insan sevdiyi ilə bərabərdir, hədisini yanlış anlamayın. Gücünüz nisbətində salihlərin əməlini işləmədikcə salihlərdən ola bilməzsiniz. Çünki Yəhudi və Xristiyanlar da özlərinə görə peyğəmbərlərini sevirlər. Lakin hal və əməl etibarı ilə onlarla bərabər deyirlər. Esselamu aleykum və rəhmətullah və bərəkatuh.